Salam dostlar. Mən demək Qatara gəldim. Buradayım Doha aeroportunda. Doha aeroportu da qısaca olaraq sizə göstərim. Aeroportun daxilində belə bir mini qatarlar işləyir. Görürsünüzmü? Bu aeroportu bir nöqtədən o bir nöqtəyə aparmaq üçün sərnişinləri belə bir nəqliyyatla təmin edir. Qısa bir yoldur, o da uzun yol deyil. Yəni ki, tənbəllik eləyib bir nöqtədən o bir nöqtəyə getmirsə və yaxud getmək istəmirsə, bu cür qatarlardan istifadə edə bilər. Ümumi aeroportun daxili görünüşü belədir. Bizim aeroportdan biraz böyükdür, mənə elə gəlir nisbətən. Belə bir interyeri var, gördüyünüz kimi aeroportun. Görürsünüzmü? Bu qatar dayanan kimi saniyələr sonra digər nöqtəyə hərəkət edir. Səhv eləmirəmsə bu qatar trosla hərəkət edir. Mən bildiyim qədərlə. Çünki mən onda tros gördüm. Elektrikə oxşamır. Hadisi bəlkə də. Belə, indi biz şeydən gəldik. Los Angeles'dən axırı uçub gələ bildik. Bilet aldıq, gəldik. Uzun və yoğun yolculuqdan sonra 15 saat çəkdi təxminən bizim yolculuğumuz. 15 saatdan sonra gəldik, çatdıq Qatara. Qatarın paytaxtı Doha şəhərinə. İndi inşallah növbəti təyyarəmizi gözləyirik. O da indi saat axşam yerli vaxtda axşam 11-in yarısıdır. Mən də 8:40-da uçacam inşallah Bakıya. Mənim yolculuğum demək olar ki 2 gün çəkməli idi, amma 4 gün çəkdi. Qeyd etdiyim səbəblərə görə Los Angeles'də məni buraxmadılar. Mən İtaliyadan uçmalıydım. Los Angeles, İtaliya, Omaha, Los Angeles, İtaliya, Baku. Omaha'dan gəldim Los Angeles'ə. Los Angeles'dən qısaca bir də sizə deyim. Los Angeles'də məni buraxmadılar ki, sənin vizan olmalıdır. Mən başa salanmadım ki, bunları məndə tranzit. Mən tranzit gedirəm. Mən şəhərdə yəni düşməyəcəm, şəhəri gəzməyəcəm, aeroportdan çıxmayacam. Nəysə, sonra axırda məlum oldu ki, işçilərin səhv olur. İndi mənə deyən ziyanı ödəməlidirlər. 2 həftə ərzində əmanət mənim sərf elədiyim pul qayıtmalıdır. Mən də gözləyə bilməzdim 2 həftə. Təbii ki, mən yeni bilet aldım və gəldim Los Angeles'dən Qatara. Belə oldu dostlar. Çox yordu məni bu yol. Çox yollar. Gözləmə, yolun uzunluğu, məsafəsi. Üstə gəl aeroportda gözləmə. 14-15 saat çox yorucudur. Belə oldu dostlar. İnşallah yenə arxalıq.